Məlum olduğu kimi 2025-ci il sentyabrın 1-dən etibarən Rusiyada əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçota alınması qaydalarında və dövlət rüsumlarının məbləğində dəyişikliklər qüvvəyə minib. Yeni qaydalara əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin müvəqqəti qalma yerində uçota alınması üçün 500 rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün isə 1000 rubl dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, yaşayış yeri üzrə qeydiyyat üçün dövlət rüsumu əvvəlki 420 rubldan 1000 rublə qədər qaldırılıb. Eyni zamanda müəyyən təşkilatlarda qeydiyyat üçün rüsum tutulmur. Buraya mehmanxanalar və digər yerləşdirmə vasitələri, uşaqların istirahət və sağlamlıq düşərgələri, stasionar tibbi yardım göstərən tibb müəssisələri, sosial xidmət müəssisələri, cəzaçəkmə və inzibati cəza müəssisələri, həmçinin diplomatik nümayəndəlik və konsulluqlar daxildir. Lakin əgər əcnəbilər bu təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olurlarsa, dövlət rüsumu ödənilməlidir. Bundan başqa o da məlumdur ki, Moskva və Moskva vilayətində Amina mobil tətbiqi vasitəsilə əcnəbilərin uçota alınması üzrə eksperiment davam edir. Tətbiq artıq App Store üzərində əlçatandır. Eksperimentdə iştirakçılar əsasən vizasız qaydada Rusiyaya gələn və patent əsasında işləyən, yaxud qanunla işləmək hüququ olan əcnəbilərdir. Həmçinin vizasız gələn, amma gəliş məqsədini dəyişən və ya 90 gündən artıq Rusiyada qalan əcnəbilər də bu prosesə cəlb olunur. Lakin 18 yaşına çatmayan şəxslər, Belarus vətəndaşları, diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailələri, eləcə də diplomatik və xidməti pasport sahibləri bu eksperimentdən kənarda qalır. İndi isə bütün bunların Rusiyaya gələn və ya burada işləməyi planlaşdıran Azərbaycan vətəndaşlarına necə təsir edəcəyi barədə. Miqrasiya məsələləri üzrə ekspertlərin fikrincə yeni qaydalar xüsusilə Azərbaycan vətəndaşlarına birbaşa təsir göstərəcək. Çünki Rusiyaya vizasız rejimlə daxil olan azərbaycanlıların əksəriyyəti əmək fəaliyyətini patent əsasında həyata keçirir. Dövlət rüsumlarının artması isə Azərbaycan vətəndaşları üçün əlavə maliyyə xərcləri deməkdir. Məsələn, əvvəllər qeydiyyat üçün 420 rubl ödəyən miqrant indi 1000 rubl ödəməli olacaq. Bu isə xüsusilə aşağı maaşla çalışan işçilər üçün ciddi yükdür. Nəzərə alsaq ki, Rusiyada 100 minlərlə azərbaycanlı tikinti, xidmət və nəqliyyat sahəsində işləyir. Bu dəyişiklik onların büdcəsinə birbaşa təsir göstərəcək. Digər tərəfdən, Amina tətbiqi azərbaycanlı miqrantlar üçün bir sıra üstünlüklər yarada bilər. Əvvəl qeydiyyat məsələləri üçün miqrasiya mərkəzlərində uzun növbələrdə gözləmək lazım idisə, indi proses mobil tətbiq üzərində daha sürətli və şəffaf həyata keçirilə bilər. Bu həm vaxt itkisini azaldacaq, həm də qeyri-rəsmi ödənişlərin qarşısını almağa kömək edəcək. Bununla belə ekspertlər xəbərdarlıq edirlər ki, Azərbaycan vətəndaşları qeydiyyat müddətlərinə və qanuni prosedurlara ciddi riayət etməlidirlər. Qaydaların pozulması inzibati cərimələrə, həmçinin Rusiya giriş qadağasına gətirib çıxara bilər. Beləliklə, yeni dəyişikliklər Azərbaycan vətəndaşları üçün həm əlavə maliyyə yükü, həm də daha rahat rəqəmsal xidmətlər şəklində ikili təsir göstərir.